Salam dostlar, Shortcast'ın bugünkü epizodunda mən sizə Simon Sinek'in The Infinite Game kitabında yer alan eyni adlı konsept haqqında danışacağım. Müəllifə görə, əgər həyat və biznes bir oyundursa, bəzən biz bu oyunu yanlış oynayırıq. O deyir ki, dünyada iki tip oyun var. Birincisi Finite Games, yəni sonu olan oyunlar. Burada qaydalar sabitdir, oyunçular məlumdur və nəticə ölçüləndir. Məsələn, futbol. 90 dəqiqə oynanır, ən çox qol vuran qalib gəlir, oyun bitir, hər kəs evinə gedir. İkincisi isə Infinite Games, yəni sonu olmayan oyunlar. Burada nə qayda var, nə də son anlayışı. Qaydalar dəyişir, oyunçular dəyişir, şərtlər dəyişir, oyun isə davam edir. Bu oyunda qazanmaq anlayışı yoxdur. Burada məqsəd oyunu davam etdirməkdir. Məhz həyat, karyera, innovasiya, liderlik və biznes kimi mövzular Infinite Game'dir. Məsələyə biznes kontekstdən baxdıqda problem məhz ondadır ki, biz biznesin Infinite Game olduğunu anlasaq da, onu sonu olan oyunlar kimi oynayırıq. Ən yaxşı mənəm, bu kvartalda lider oldum, rəqibi utdum kimi düşüncələr Simona görə böyük bizneslər üçün qısa müddətli düşüncələrdir. Müəllif deyir ki, Infinite Game-i yaxşı oynamaq üçün liderlərin 5 alətə ehtiyacı var. Birincisi əsas məqsəd. Niyə bunu edirsən sualının cavabı məhz buradadır. Sadəcə pul qazanmaqdan daha böyük bir anlayışdır. Sən gedəndən sonra yaşayacaq ideyadır. İkincisi etibarlı komanda. Sonsuz oyunda bir-birinə güvənən insanlardan ibarət komanda lazımdır. Elə bir komanda ki, onlar səhvdən qorxmurlar. Səhv gizlənilmir, əksinə ondan öyrənilir. Mədəniyyət şübhəyə deyil, etibara dayanır. Üçüncüsü dəyərli rəqiblər. Son olmayan oyunlarda əsas məqsəd qalib gəlmək olmadığı üçün burada rəqib düşmən hesab edilmir. Rəqib sənin harada zəif olduğunu göstərən güzgüdür. Rəqibi məhv etmək yox, özünü gücləndirmək haqqında düşünməlisən. 4. Kəskin dönüş. Bəzən məqsədə çatmaq üçün özünü belə risk atmağı bacarmalısan. Apple iPod-u öldürdü, iPhone-u yaratdı. Finite düşüncə bunu etməyə imkan vermir, çünki qısa müddətdə uğur istəyir. 5. Liderlik cəsarəti. Bu, qısa müddətli nəticəni uzun müddətli hədəf üçün qurban vermək cəsarətidir. Bu günləri rəqəmlər aşağı düşsə də, oyunun hələ uzun müddət davam edəcəyini anlamaq müdrikliyidir. Simon Sinek'in yekun cümləsi budur. Sonu olan oyunlarda oyunlar bitir, oyunçular qalır. Sonsuz oyunlarda isə oyunçular dəyişir, amma oyun hər zaman davam edir. Biznes də belədir. Əgər lider getdi və şirkət dağıldısa, bu liderlik deyil. Əsl liderlik səndən də sonra davam edəcək oyun qurmaqdır.